Mr. Ambassador, it appears there is a new wave. Cənab səfir, Azərbaycanda müxalif fəallar və jurnalistlərə qarşı yeni həbs dalğası müşahidə edilir. Sizcə bu son baskıların arxasında hansı motivlər dayanır? Motive behind this latest crackdown? Well, first of all, I think we've seen over the past 2 years really Hər şeydən öncə deməliyəm ki, son 2 il ərzində siyasi müxalifət və müstəqil mediaya qarşı həbslər və digər baskılar həyata keçirildiyini müşahidə edirik. Bir tərəfdən burada heç bir yenilik yoxdur. Digər tərəfdən isə İlham Əliyevin Amerikaya səfərindən sonra siyasi məhbusların azad edilməsi kimi bir yeniliklə üzləşdik. Nəyə görə bunlar məhz indi baş verir? Bunun üçün Türkiyədə cərəyan edən hadisələrə diqqət yetirilməlidir. Çevriliş cəhdi bir çox həyatların itirilməsi ilə nəticələndi. Bundan əlavə, konstitusiya dəyişiklik etmək faktına diqqət yetirilməlidir. Hökumət indi və sentyabrın 26-sında referendumədək ictimaiyyət arasında kəskin suallar qaldıran səsləri susturacaq. Onun nəzərində Türkiyədə çevriliş cəhdi bütün siyasi müxalifət və müstəqil mediaya qarşı bu addımlara bəraət qazandırmış olur. Opposition is very critical. Müxalifət konstitusiyaya ediləcək dəyişiklikləri ciddi şəkildə tənqid edir. Təklif edilən düzəlişlər haqqında siz nə düşünürsünüz? These proposed amendments. To the extent that I've seen all of them, and again, I'm limited to what appears in English language press. There are some that Açığını deyim, mən bunu başa düşmürəm. Xüsusilə də hökumətin əmlak hüquqlarına dair mövqeyini. Vitse-prezident vəzifəsinin yaradılması, qanunvericilərin yaş hədlərinin dəyişdirilməsi məni narahat edir. Belə görünür ki, bu rejim və qohumların mövqeyinin möhkəmləndirilməsi mahiyyət daşıyır. Beləliklə gələcəkdə kimin hakimiyyətdə olacağına dair sual ortadan qalxır. Referendumdan dərhal sonra hökumətin yeni konstitusiyaya əsasən növbədənkənar seçkilərə çağırması mümkündür. Spesifik bir nümunə göstərə bilməsəm də buna real mümkünat kimi baxıram. For the foreseeable future. Recent days, Azerbaijani government has launched new campaign. Son günlər Azərbaycan hökuməti gülənçilərə qarşı kampaniya başladı. Ümumiyyətlə Azərbaycanda gülənçilər varmı? Əgər varsa, onların hökumətə təhdidi nə ola bilər? Do they pose real threat to the government? That's a very interesting question. There are Gulenists in the United States. The Gulen movement is very global in its activities, particularly in the education area. Maraqlı sualdır. Belə ki, Fəthullah Gülen Amerikadadır. Gülen hərəkatı qlobal bir hərəkatdır. Xüsusilə də onun tədris fəaliyyətləri. Mən Bakıdan Bosniya-Hersegovinaya səfər köçdükdə Sarayevoda da Gülen məktəbləri fəaliyyət göstərirdi. Gülənçilərin Azərbaycanda olması təəccüb doğurmamalıdır. 90-cı illərdə Heydər Əliyevin hakimiyyəti altında bu məktəblər Azərbaycanda da heç bir təzyiq olmadan fəaliyyətdə idi. Gülənçilərin hökumətə təhlükəsi barədə sualı yəqin ki, hökumət nümayəndələri cavablandıra bilər. Gülen hərəkatının Azərbaycanda hökumət əleyhinə yönəldiyini düşünmürəm. İnanıram ki, bütün bunlar Türkiyə hökumətinin təzyiqləri altında baş verir. Narahat edici faktor, hökumətin nəzarəti altında olan və ya hökumətə yaxın mətbuat orqanlarının Amerikanın Bakıda çevrilişə yol açacaq bir vəziyyət yaratmağı itham etməsidir. İnsanların belə ideyalarına inanmaq çətindir. Gülenin Azərbaycan və ABŞ-dakı fəaliyyətləri haqqında təhrif edilmiş yalan və yanlış məlumatlar dolaşır. Bütün bunlar ölkələr arasında yaxşı münasibətlərin saxlanmasına xidmət etmir. Bu mənə 2014-cü ildə Ramiz Mehdiyev və onun tərəfdarlarının Amerikanın Azərbaycan hökuməti ilə bağlı mövqeyinə dair ritorikalarını xatırlatdı. Supporting Gulen in Azerbaijan and supporting efforts to at a minimum criticize, if not undermine, the government of Azerbaijan. As you know, Azərbaycan son zamanlar borc, dollar qıtlığı kimi iqtisadi problemlərlə üzləşib. Bu problemlərin həlli yolunda hökumət nə kimi addımlar atmalıdır? take the government. Well, as someone who's spent most of his diplomatic career working on economic issues and as an economist by academic background. Bir iqtisadçı diplomatik karyerasının çox hissəsini iqtisadi məsələlərə sərf etmiş insan kimi enerji istehsal edən ölkələrlə yanaşı Azərbaycandakı duruma da nəzər salıram. Bir barel neftin dəyəri $100 ikən vəziyyət daha yaxşı idi. İndi $50 və ya daha aşağı dəyərlər vəziyyəti mürəkkəbləşdirib.
Venezuela, Körfəz ölkələri və Azərbaycan olmasından asılı olmayaraq ciddi və radikal islahatlara ehtiyac var. İqtisadiyyat enerjidən digər sahələrə yönləndirilməlidir. Məni narahat edən praktiki ölçülərin götürülməməsidir. İqtisadiyyat hələ də həcm və dəyər azalmaqda olan enerji ixracından asılıdır. Ciddi ölçülər götürülməsə, sosial və iqtisadi problemlər qaçılmaz olacaq. İqtisadi böhran sözlər və toplantılarla deyil, əməllərlə aradan qaldırıla bilər. Needs more attention from the government and not just words and cabinet meetings, but definite actions. Do you still Siz hələ də Azərbaycanı ABŞ-ın geostrateji müttəfiqi hesab edirsinizmi? the United States? Well, I've never seen Azerbaijan as a strategic ally of the United States. Even when I was ambassador, we had common interests. We wanted to develop. Mən Azərbaycanı heç vaxt ABŞ-ın strateji müttəfiqi kimi görməmişəm. Hətta mən səfir olanda da bizim ortaq maraqlarımız vardı. Biz münasibətlərimizi enerji baxımdan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımdan inkişaf etdirmək istəyirdik. Çalışırdıq ki, Azərbaycanın suvereniteti və müstəqilliyinə təminat verək. Hansı ki, erkən çağlarda bu məsələlər kövrək idi. Strateji tərəfdaşlıq paylaşılan dəyərlər deməkdir. Bizim demokratiya, insan haqları və bazar iqtisadiyyatı ilə bağlı dəyərlərimiz artan şəkildə Azərbaycan hökumətinin dəyərlərindən haçalanır. Azərbaycan hökuməti belə görünür ki, idarəçiliyin Vladimir Putin modelini təqib edir. ABŞ-la qarşıdurma, avtokratik idarəçilik mexanizmləri və qlobal iqtisadiyyata inteqrasiya etməmək. Ümumi dəyərlər olmadan strateji tərəfdaşlıq qurmaq çətindir. Sualınıza qısa cavab budur ki, mən strateji müttəfiqlik görmürəm. Belə ola bilərmi? Bu, vaxt və seçim məsələsidir. Seçim Bakınındır, Vaşinqtonun yox. Could it become a strategic partnership? I think that would be a matter of time and choice from Baku, not from Washington. Presidential elections in America just 2 months away. ABŞ-da prezident seçkilərinə 2 ay qalır. Yeni administrasiya dönəmində ABŞ-Azərbaycan münasibətlərində hansı dəyişiklikləri gözləmək olar? Under the new administration. Well, I'm not a good predictor of anyone's elections, especially our own. So I don't know who will win, and I'm suspicious of polls at this stage, 2 months out. Mən seçkiləri, ələlxüsusda öz seçkilərimizi proqnozlaşdırmaqda çətinlik çəkirəm. Kimin udacağını bilmirəm. Mən sorğulara da şübhə ilə yanaşıram. Eyni zamanda əlavə etmək istərdim ki, kimin prezident olmasından asılı olmayaraq yeni administrasiyanın yeni xarici siyasət prioritetləri olacaq. Bu sırada Cənubi Qafqaz ölkələri, ələlxüsus Azərbaycan da yer alacaq. İstər respublikaçı olsun, istərsə də demokrat, Amerika ictimaiyyəti yeni administrasiyanı öz prioritetlərini aydınlaşdırmağa vada edəcək. Son 10 illiklərdə iki partiyalı konsensus NATO ittifaqı, demokratiya və insan haqlarına dəstəyimiz üzərində bərqərar olub. Söhbət demokratlardan respublikaçılara dəyişiklikdən getmir. Dəyişiklik bundan daha fundamental olacaq. Hətta Obamadan Clintona keçid də fərqli xarici siyasət gətirəcək. Mən Clintonun Obamanın xarici siyasətini davam etdirəcəyini güman etmirəm. Bu çox fərqli və fundamental olacaq. Dəyişiklik olacaq və Azərbaycan hökuməti bunu dərk etməlidir. Eyni zamanda Azərbaycan niyə Amerika xarici siyasətində prioritet olmalı olduğunu əsaslandırmalıdır. Hazırda isə bunun əksi olaraq ortada elə bir şərait var ki, burada çevriliş ittihamları səsləndirilir. Bu isə yeni prezidentin münasibətləri baxışında müsbət düşüncələrə yol açmır. Doesn't really lead to the right kind of mindset for a new president to look at the relationship.